Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Yaşamaq üçün yemək. Bəli, həyatın bizdən tələb etdiyi enerjini qazanmaq və bərpa etmək üçün biz yeməliyik. Amma çox adam bilmir ki, alıb soyuducusuna doldurduğu qidalar onu az-az öldürür. Elə qidalar var ki, hətta heyvanlara da ziyanda. Bəli, bugün sizə marketlərdən daşıdığımız zərərli qidalardan danışacağam. Əminəm ki, bu videonu izləyən hər kəs bizə çox sağ olun deyəcək. Diqqət ekrana. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Orqanizmə zərər verən qidalar, dadlandırıcılar və rəngləndiricilər. Bunlar xərçəng yaradacaq qidalar siyahısına daxil edilən ingrediyentlərdir. Amma bunlardan qorxmaqla iş bitmir. Zərərli qidalar siyahısından heç olmasa bir qismi ilə tanış olmalısınız ki, öz sağlamlığınızın qeydinə qala biləsiniz. Buyurun, həmin qidaların siyahısını sizə təqdim edirik. Quru meyvələr. Faydalarını görmək üçün yalnız öz əllərinizlə hazırladığınız, öz bağınızdan topladığınız meyvələrin qurusunu yeyin. Əlbəttə ki, bu məhsullarda qısa zamanda qurdlar və mikroorqanizmlər peyda olacaq. Çünki ona əlavə heç bir şey qatılmayıb. Mağazalarda satılan quru meyvələr isə kükürt turşusu və ya xüsusi qaz vurulur ki, rəf ömrü uzun olsun. Ona görə də bu məhsulları yeməzdən əvvəl qaynar suda islağa qoymalı. Zəhərin böyük bir hissəsinin suya çıxmasını gözləməlisiniz. Margarinlər. Bitki yağının yüksək temperaturda emala məruz qalması ilə bu yağ əldə edilir, yəni hidrogenləşdirmə aparılır. Nəticədə margarinin tərkibində trans yağların miqdarı çox olur. Hidrogenləşdirmə prosesində 30% molekul öz quruluşunu dəyişir. Təbii analoqundan çox fərqlənir. Bunlar maddələr mübadiləsindən keçmir, orqanizm tərəfindən mənimsənilmir, eləcə yığılıb qalır və bədəndə xolesterola çevrilir. Sonda isə damarların divarına yapışır və damar tıxanıqlığı əmələ gəlir. Damar tıxanıqlığı da ürək problemlərinin yaranma səbəblərindən biridir. Kalbasalar. Gəlin razılaşaq ki, mağazada təbiətdən hazırlanan kalbasaya rast gəlmək o qədər də asan deyil. Bəli, kalbasaların hazırlanmasında süni ətdən, dadlandırıcılardan geniş istifadə edilir. Əksər kalbasaların tərkibindəki ən təbii şey donuz dərisi, donuz piyi, eləcə də digər heyvanların ət kimi satışa çıxmayan bədən hissələridir. İstehsalçılar həmçinin məhsula 25-30% transgen duzlar, konservantlar, dadlandırıcılar və rəngləndiricilər kimi kimyəvi maddələr də əlavə edirlər. Mütəmadi olaraq qəbul edilən kalbasa məhsulları piyələnməyə səbəb olur, ürək problemlərinə zəmin yaradır, damar tıxanıqlığını əmələ gətirir. Süzülmüş qatıq və şor. Arıqlamaq üçün pəhrizlərə daxil olan bu məhsulların tərkibində nişasta, şəkər və şəkər əvəzediciləri var. Biz bu tərkibin orqanizmə faydalı olduğunu düşünürük, amma sözügedən komponentlər orqanizm tərəfindən mənimsənilmir. Desert kimi yeyilən süzmə şorun tərkibində demək olar ki, şor yoxdur. Onu quru süddən, bitki yağından və dadlandırıcıdan hazırlayırlar. İstehsalçıların heç eyninə də gəlmir ki, qısa müddətdə arıqlamağa kömək edən bu məhsul sonradan sizi sürətlə kökəldə bilər. Bəli, müxtəlif qida əlavələri və karbohidratlarla zəngin olan bu məhsul maddələr mübadiləsinin sürətini azaldır. Tərkibində kalori azdır cümləsinə arxain olan insanlar bəzən bu cür məhsulları 2 dəfə çox yeyirlər. Bu məhsulların daimi qəbulu vitamin çatışmazlığına gətirib çıxarır. Konserv ətlər və balıqlar. Konserv edilmiş balıqların ziyanı faydasından çoxdur. Çünki balıqların uzun müddət öz dadını saxlaması üçün istehsalçılar onlara xeyli sayda qida əlavələri vururlar. Bu əlavələrin hamısı kimyəvi olduğundan orqanizmə, xüsusilə də maddələr mübadiləsinə zərər vurur. Bəzən konserv balıqlara benzopiren də vururlar ki, bu birbaşa onkoloji xəstəlik yaradır. Üstəlik konservlərdə gündəlik duz normasından dəfələrlə çox duz olur. Tez hazırlanan makaron və kartof məhsulları. Sürətli həyatın içində bu cür qidalar zamana qənaətdə ideal variantdır. Mütəmadi olaraq qəbul edilən bu cür qidalar həzm sisteminin işini pozur. Bu qidalar sadəcə kaloridir. Tərkibində orqanizmin ehtiyacı olan faydalı məhsullar cüzi miqdardadır. Ona görə də tez hazırlanan qidaları yeyənlər tez kökəlir, amma yedikdən yarım saat sonra təkrar aclıq hissinə qovuşurlar. Tez hazırlanan yeməklərə dad və ətir verən kimyəvi əlavələrdir. Bu əlavələr qaraciyəri gücə salır, mədə-bağırsaq traktında problemlər
yaradır. Böyrəkdə daş əmələ gəlməsini sürətləndirir, allergik reaksiyalara səbəb olur, sinir sistemini zədələyir və onkoloji xəstəliklərə tutulma riskini yüksəldir. Ketçup və mayonezlər. Bəzi yeməklərin, xüsusilə də fast foodların yanının yaraşığı olan bu soslar soyuducumuzdan əskik olmur. Əgər bu məhsulları özünüz evdə hazırlayırsınızsa, heç bir ziyanı olmaz. Sadəcə istifadə müddəti az olar. Rəf müddəti illərlə olan məhsullar zərərlidir. Mağazalarda satılan ketçup konservantların məcmusudur. Onun tərkibində yüksək miqdarda rəngləndirici və şəkər də var. Mayonez tamamilə trans yağlardan ibarətdir. Onlar da öz növbəsində immun sistemini zəiflədir, diabet riskini yüksəldir. Trans yağlar orqanizmi xəstəliklərdən qoruyan fermentləri məhv edir. Bu məhsulların plasmas qabları da çox zərərlidir. Plastik səthi ilə reaksiyaya girən mayonez kanserogen maddəyə çevrilir. Şirin qazlı içkilər və meyvə şirələri. Bu içkilərin tərkibində orqanizmə faydalı heç nə yoxdur. Onlar susuzluğu aradan qaldırmır, əksinə artırmış olur. Kola içkilərinin tərkibində bol miqdarda şəkər və müxtəlif qazlardan əlavə rəngləndiricilər, dadlandırıcılar var. Bunlar da orqanizmdə kalsium qıtlığı yaradır, piylənməyə səbəb olur. Qazlı içkilərdə şəkərin əvəz ediciləri də var ki, onlar toksik birləşmələrdən ibarətdir. Mağazadakı meyvə şirələrində isə demək olar ki, şəkərdən başqa heç nə yoxdur. Onlar maddələr mübadiləsini pozur, insanda artıq çəki əmələ gətirir. Şirniyyatlar, şokoladlar, peçenyelər, cəzb edici şirniyyatlar. Hamısı gözəldir, amma onlar damar tıxanıqlığı, şəkərli diabet, köklük riskini artırır, diş problemlərinə səbəb olur. Mağazada satılan şirniyyatların əksəriyyəti şəkərlə, trans yağlarla və kakao ilə zəngindir. Ayrıca şirniyyatların glikemik indeksi kolbasaları da emal edilmiş məhsulları da geridə qoyur. Bundan əlavə, yeyildiyi anda qana sovrulan şəkər bütün orqanizmə zərər vura bilir. Bütün hallarda çalışın ki, sağlam qidalanasınız. Belə dəyərli izləyicilər, bugünlükdə Bir Bax kanalından bu qədər. Bu kimi videoların davamı üçün videomuzu bəyənməyi, paylaşmağı və Bir Bax YouTube kanalına abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək. Hələlik.